Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər, dəyərli izləyicilər. Deməli, bu videoda biz 2025-2026 tədris ili üzrə hazırlaşan 11-ci sinif şagirdləri üçün təkrar sınaq nömrə 2-ni izahına baxacağıq. Və 2025-2026 tədris ili üzrə onlayn hazırlıq qruplarına qeydiyyat davam edir. 2024-2025-ci tədris ilində yüksək nəticələri görürsünüz. Bizim yay qruplarımız fəaliyyətə başlayıbdır mayın 1-dən və hal-hazırda davam edir. Növbəti ilin buraxılış imtahanına qədər, yəni 2025-2026-cı ilin buraxılış imtahanına qədər də davam edəcək. Yəni, indidən qoşula bilərsiniz və hazırlığınızı daha səmərəli edə bilərsiniz. Təbii ki, onlayn hazırlıq qruplarımıza qeydiyyat demək olar növbəti tədris ilində artıq başlayıbdır. 1 ya 2 qrup götürüləcəm, çox qrup götürməyəcəm və hər qrupda təxminən say maksimum 10-12 nəfər olacaq. Və sizlərə qısa şəkildə onlayn hazırlığımızın üstünlüyü haqqında məlumat vermək istəyirəm. Birinci, onu deyim ki, 9-11-ci siniflər üzrə və 5-8 təkmilləşmə üzrə digər əməkdaşlıq elədiyim müəllim hazırlayır. Təbii ki, biliyinə və savadına güvənirəm. Güvənməsəm, mən şagird yönləndirmənəm və 9-11-ci siniflər üçün buraxılış, 10-cu siniflər üçün xüsusi metodla hazırlıq keçəcəm. Yəni, 10-cu siniflər müraciət edə bilərlər və hal-hazırda 9-u bitirən, yəni 2025-2026 tədris ilində 10-cu siniflər üçün müraciət edə bilərsiniz və sırf 11-ci sinifi hazırlayacağım sizin mükəmməl şəkildə. Təbii ki, 11-ci sinifin qəbul imtahanında da hazırlığımız var. Bizim hazırlığımızın, yəni mənim hazırlığımın üstünlüyü nədən ibarətdir? Birinci üstünlük ondan ibarətdir ki, dərsin qeydi atılır. Bu bir. İkinci bir məsələ. Dərsin qeydi atılır. Bax, qeyd edirəm, qeydi atılır. İkinci bir məsələ, dərsin misalların həlləri səliqəli formada yazılmış PDF atılır. Sonradan PDF də atılır. Yəni, misal həllər olan PDF də atılır. Üçüncü məsələ, dərsdə hər kəsə fərdi yanaşılır. Heç kim heç kimin sözünü kəsə bilməz və heç kim heç kimi bu sual rahatdır, bu sual sadədir, bu sual çətindir deyə bilməz. Qrupda say 8 nəfər, 7 nəfər, 5 nəfər, 10 nəfər, nə qədər olur olsun fərq eləmir. Hər kəs öz sualın sərbəst şəkildə verib cavablaya bilər. Və dördüncü əsas məsələlərdən biri, təbii ki, mənim sınağımın keyfiyyəti haqqında hər kəs bilir və sınaqlar işləyəcək. Burada da qeyd olunubdur. Toplu 2023-dən əlavə imtahana qədər 120 fil sınaq işlənir. Bu da 3000 fil sual nümunəsi deməkdir. Yəni, sən toplu suallarından əlavə olaraq 3000 fil sual nümunəsi görürsən. Bu da təbii ki, möhtəşəm bir nəticədir. Yəni, sizin uğurlu olmağınız üçün hər bir şey yaradılıbdır və təbii ki, mövzu izahları da qrupa atılır. Belə, izah verdim, geniş şəkildə məlumat verdim. İndi gəlin təkrar sınaq nömrə 2. Bunları işlənməklə siz belə deyim də, özünüzü bir yoxlaya bilərsiniz. Görün, mən 11-ci sinifə nə dərəcədə hazıram və əhatə olunan mövzularda burada öz əksini tapıbdır. Bu mövzulardan ibarət bir sınaqdır. Gəlin, baxaq sualların izahlarına. Başlayaq birinci sualdan izaha. Onu da qeyd edeyim ki, bunun PDF-ini mən bir neçə həftə bundan qabaq paylaşmışdım. Sadəcə olaraq müəyyən səbəblərə görə izahlarını paylaşa bilmədim. Yəni, həm WhatsApp qrupumuzda, həm Telegram qrupumuzda var. Telegram linkini də videonun aşağısına qeyd edəcəm. Daxil olub işləyə bilərsiniz. Gəlin, baxaq birinci sualdan izah. Mərkəzi bucaqlarından biri x digər 3x üstə gələk 40 və AMB qövsünün uzunluğu 12 pi olarsa, çevrən radiusunu tapın. Bura mərkəzdir və burada tam bucaq yaranır. Biz də bilirik ki, tam bucaq 360 dərəcədir. Buradan deməli 4x bərabərdir 320, x də bərabərdir 80-ə. X 80 olarsa, bura olur 80 dərəcə və qövsün uzunluq düsturundan biz istifadə edəcəyik. Qövsün uzunluq düsturu var, yəni L bərabərdir, bunu da xatırlayaq. Pi R alfa bölünsün 108. Burada alfa mərkəzi bucaqdır, bunu unutmuruq. Qövsün uzunluğu mənə verib, 12 pi bərabərdir. Həmin mərkəzi bucaq 80 dərəcədirsə, deməli pi ilə işim yoxdur. Radiusu soruşur məndən zaten və 80 dərəcə bucaqdır, bölünsün 180. Bax belə. İndi gəlin bunu hesablayaq. Buradan 80 ilə 180 ixtisar gedir nəyə? Sıfırlar ata bilərəm. 20-yə ixtisar gedir. 20-yə ixtisar gedir. Burada qalır 9. Burada qalır 4. Gəl çarpaz vuraq bana.
12 pi vurulsun 9 bərabərdir. Pi r vur 4. Hər tərəfdən pi-ni ata bilərəm. Hər tərəfi 4-ə bölə bilərəm. 12-ni 4-ə böləndə 3 vur 9 bərabərdir r-ə. Buradan da bərabərdir 27-yə. Bir də doğru cavab Y variantı. Belə bir sual. İkinci suala baxaq. Aşağıdakılardan hansı səhvdir? Fəzanın verilmiş nöqtəsindən bərabər uzaqlıqda olan nöqtələrdən ibarət fırıqa çevrə deyilir. Bu səhvdir. Yəni cavabımız bu olacaq. Bu fəza olmalıdır, müstəvi olmalıdır. Çevrəsinin nöqtəsini onun mərkəzi ilə birləşdirən ixtiyari parça radiusdur. Bəli, mərkəzlə ixtiyari nöqtəni birləşdirən parça radiusdur. Çevrəni iki nöqtəsini birləşdirən parça vətərdir. Bəcər desəydi ki, iki nöqtəni birləşdirən parça vətərdir, səhv olardı. Çevrənin iki nöqtəsi deyirsə, təbii ki, düzdür. Mərkəzdən keçən vətər diametrdir. Təpəsi çevrə üzərində tərəfləri çevrəni kəsən olan üçbucağa daxilə çəkilmiş üçbucaq deyilir. Bu da düzdür. Yəni, A variantı səhvdir. Sonra, üçüncü suala baxaq. Bərabər tərəfli üçbucağın tənböləninin uzunluğu 42-dir. Bərabər tərəfli üçbucaqdan söhbət gedirsə, deməli, tənbölən həm mediandır, həm hündürlükdür və uzunluğu 42 cm-dir, deyir. Tənbölənin uzunluğu 42-dir. Bura 60 dərəcədir. Bura bir x desən, bizim qaydamız var. 60 dərəcədir, bu da 30-dur. 60-ın qabağındakı katet, digər katetin kök 3 mislidir. Bura niyə 60-dır? Çünki düzgün üçbucaqdır. Düzgün üçbucağın bütün bucaqları təbii ki 60 dərəcədir. 42 bölünsün kök altında 3. Məxrəcin irrasionallıqdan azad edilsəm 42 kök 3 bölünsün 3. Bu da bərabərdir 1, 14 kök 3. Deməli, bura 14 kök 3-dürsə, təbii ki bu həm də mediandır. Onda bu da 14 kök 3 olacaq. Üçbucağın tərəfi də olacaq 28 kök 3. D variantı. Ümumiyyətlə, bərabərsizlik suallarının ən sadə üsulunu deyim sizə. Kiçikdir olarsa, x kvadratı kiçikdir 4 olarsa, kiçik bərabər. Əgər kiçikdirsə, köklərinin arasına salırsan. Yəni, mənfi 2 sənin həllin. Ay interval qurum, ay işlirixliyim falan ehtiyac yoxdur. Kiçikdir olanda köklərinin arasına salıram. Tam həllərinin sayı mənfi 2, mənfi 1, 0, 1, 2. 5 dənə olur da. D variantı. 5-ci suala baxaq. Yerləşən ən kiçik tam ədədlə ən böyük tam ədədin cəmi. Əgər bunu görə bilmirsənsə, ədəd oxunda qur bax. Bir dənə ədəd oxu götürürəm. Və bura mənfi 8-dir. Bura mənfi 9-dur. Və mənfi 8,7 yerləşəcək təxminən buralarda bir yerdə. Mənfi 8,7 və 11,2. Bura 11-dir. 11-dir bura. Burada 12-dir. 11,2 yerləşəcək burada. Müəllim, mən bunu belə yazmamış tapa bilirəm. Heç bir problem yoxdur. Təbii ki, tapmasın. Sadəcə olaraq ola bilər ki, tapa bilməyən, görə bilməyən yoldaşlar var. Mən bunlarda çətinlik çəkirəm. Çətinlik çəkirsənsə, bu tipdə yaza bilərsən. Bunların arasında yerləşən ən kiçik tam ədəd mənfi 8-dir. Ən böyük də 11-dir. Bunların cəmini istəyir bizdən. Bu da 3 edir də. C variantı. 6-cı suala baxaq. X hansı ədəd ola bilməz? Ədədin modulu özündən böyükdürsə, bu ədəd mənfi ədəd olmayacaq. Daha doğrusu hansı ədəd mənfi ədədlər olacaq. Ədədin modulu özündən böyüksə mənfi ədəd olacaq. Müsbət ola bilməz. X hansı ədəd ola bilməz? Təbii ki, variantlarla işləməlisən sən. Ədədin modulu özündən böyükdürsə, bu qaydaları, yəni bu şeyləri qeyd edib götürə bilərsiniz. Qayda kimi tapmasaz bile bir yerinə yaza bilərsiniz. Ədədin modulu ədədin özündən böyüksə, bu müsbət bir ədəddir. Sonra 7-ci suala baxaq. Cədvəldə kəsirlərdən hansı ixtisar olunmayandır? İxtisar olunmayandır. Bu ixtisar olunur 2-yə, bu getdi. 13 ixtisar olunur. Hansı ixtisar olunmayandır? Hansı hissəsi ixtisar olunmayan kəsirdir? Və bunlar ixtisar ya belə yazaq da. İxtisar olunan, bura yazıram olunan. O olunandır da. Məsələn, 2 ixtisar gedir. Bu 13 ixtisar gedir olunan. Heç nə ixtisar gedir, getmir. Olmayanı yazıram. Bu da heç nə ixtisar getmir. Olmayan yazıram. Bu rəqəmlərin cəmi 9 edir. 3 ixtisar gedir deyə olan yazıram. Bunlar heç nə ixtisar getmir. Olmayan yazıram.
Bu da ixtisar getmir, olmayan. Elə 5 ixtisar gedir də, son rəqəm 5-dir deyə elə 5-ə ixtisar gedir olan. 5, 5, 10, 11, 9-a bölünmür, olmayan. 11 ixtisar gedir olan. Bu 4-ə bölünmür. Çünki son 2 rəqəmin əmələ gətirildiyi 4-ə bölünmür, ixtisar getmir, olmayan. Və bu da təbii ki 13 sadə ədəddə olmayan. Hansı hissəsi? Neçədən ədədim var burada? Bunu silək, təbii bizə lazım olmalı. Deməli, neçədən ədədi var? 3, 6, 9, 12. Ümumi aşağıda ixtisar olunmayanlardır, yuxarıda. İxtisar olunmayan hansılardır? İxtisar olunmayan. 1, 2, 3, 4, 5, 6, 7. 12-də 7. C variantı. 8-ci suala baxaq. Bu çox qəşəng bir sualdır. Adi tənbölən olduğuna görə, tənbölən üzərində götürülmüş nöqtədən yan tərəfə qədər məsafələr bərabər. Bura 12-dirsə, bura da 12-dir. 13, 12-dirsə, Pifagora görə bura 5-dir. Bizə nə istəyir? DC-nin uzunluğunu istəyir. Aha. 5-dirsə, ümumi 21 vermişdi mənə. Onda bura olur 16. 12, 16-dırsa, Pifagorada 90 dərəcə var. Onda bura olur 20. 20. 9-cu suala baxaq. Məxrəci 180 olan düzgün kəsrlərdən neçəsi sonludur? Bax, ayırırsan sadə vuruqlara. 180-i yaza bilərəm. 3-ün kvadratı vur 2, 18. Sonu 0-dır, bunu 2 vur 5 kimi yaza bilərəm. Yəni 3-ün kvadratı vurulsun 2-nin kvadratı vur 5. Sonunu göstərmək üçün mənə 2 və 5-lər lazımdır. 2 və 5-lər lazımdır. Bu da nə eləyir? 2-nin kvadratı vurulsun 5 bərabərdir 20 və bir dənəsində çıxırsan cavabın 19 olacaq. C variantı. 10-cu suala baxaq. Deməli, gəlin belə eləyək də bunları. Gəlin bunları tərəf-tərəfə, məsələn, əslində tərəf-tərəfə belə eləyək, bölə bilərik. Bax, sizə belə bir söz deyim burada. X kvadratı, gəlin onu tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsəm x kvadratı və ya vuraq. X kvadratın x kvadratına vuranda x üstü 4, y kubun y-ə vuranda y üstü 4 bərabərdir 12 vurulsun 75. vur 75. Və bunun hər tərəfindən ikinci dərəcədən kök alacağım. X kvadratı, y kvadratı bərabərdir kök altında 12 vur 75. Müəllim, plus minus ehtiyac yoxdur. Zaten kvadratdır, mənfiyə bərabər ala bilmir. Ona görə kök altında 12-ni yazıram 4 vurulsun 3. 75-i yazıram 25 vur 3. Bu da bərabərdir. 4 dəfə 25-ə 110 çıxır. 3 dəfə üçün 9, 3 çıxır. Bu da bərabərdir 30. Y variantı. Onda doğru cavab Y variantı. Sonra 11-ci suala baxaq. Deməli 11-ci sualda tənliklər sistemindən AB hasilini tapın. Yuxarıdan A-nı çıxarım ortaq vuruq kimi. Qalacaq A plus 4B bərabərdir 18. A plus 4B 6-dır. Qoyum yerinə. A vurulsun 6 bərabərdir 18, A bərabərdir 3. Gətirib burada yerinə yazsaq, A-nın yerinə 3 yazsaq. 3 plus 4B bərabərdir 6-ya, 4B bərabərdir 3-ə, B də bərabərdir 3 bölünsün 4-ə. Və bunların hasilini istəyir məndən. 3 vurulsun 3 bölünsün 4, bu da bərabərdir 9 böl 4. Deməli 11-də doğru cavab B variantı. 12-yə baxaq. Çoxluğunun bütün elementləri 3-ə bölünən neçə alt çoxluğu vardır? Bütün elementləri 3-ə bölünən hansılardır? 3, 6, 9, 12. 2 üstü 4 dənə və 1 də çıxmalıyam. Çünki mənə deyir ki, bütün elementləri 3-ə bölünən. 16 dənə tapsan əgər, 16 dənə içində boş çoxluqda var. Amma sənə deyir ki, bütün elementləri 3-ə bölünsün. Ona görə bir dənə boş çoxluğu çıxırsan. D variantı. 13-ə baxaq.
X plus Y plus Z sayımızı tapaq. Gəlin bunları toplayaq. Gəlin açaq daha doğrusu. 100x üstə gəlinsin 10y üstə gələk Z üstə gələk 100x üstə gələk Y 10y üstə gələk Z üstə gələk 100x üstə gələk 10y üstə gələk Z bərabərdir 1218-ə. 100, 100, 100, 3 dənə 100, 300 x 10, 3 dənə 10 var, 30 y, 3 dənə də z var, 3z bərabərdir 1218. Hər tərəfin 3-ə bölürəm. Hər tərəfin 3-ə bölsəm olacaq 100x üstə gələk 10y. Yəni buradan da eyni ədədlərdir deyə elə bunu 3-ə bölüb də yazmaq olardı. Eybi yoxdur, astıq yazdıq da yazaq. Üstə gələk z bərabərdir 12-ni 3-ə 4, 18-i 3-ə 6. Elə bu da x üstə gələk x, y, z üstü xət deməkdir da. Bərabərdir 406. Buradan x 4-dür, y 0-dır, z də 6-dır. Bunların da cəmi sənə verir 10-u. A variantı. 14-cü suala baxaq. Burada diqqətlə fikir versən, bu müxtəsərdir. Yəni, bu x minus 1-in kvadratıdır, çıx y kvadratı ilə işin yoxdur. Bu da bir dəfə də müxtəsər tətbiq edərəm. Bir dəfə fərqi, bir dəfə cəm. Bu tipləri yazandan sonra düzgün variantı tapmaq da özü bir məharət tələb edir. Deməli, hər üçü cəm var. A variantı olmur, A variantı olmur. C variantına baxaq. 2 çıx, y çıx 1 var. X üstə gələk C variantı olacaq burada. Yəni, variantı tapanda da diqqətli olun. 15-ə baxaq. 3 üstü 17-ni bu cür yazmaq olar. 3 üstü 15-ə görə parçalamaq olar. 3 üstü 15 vurulsun 3-ün kvadratı. Çıx 3 üstü 15. Aşağıda 3 üstü 19-u saxlayaram. 3 üstü 21 parçalayacağım. 3 üstü 19 vurulsun 3-ün kvadratı. Bu da vurulsun. Deməli 3 üstü 8 ilə işim yoxdur. 243-ü 3 üstü 5 yaza bilərəm. Bərabər. Yuxarıdan deməli eynisini 3 üstü 15-i çıxarsam çölə, qalacaq 3-ün kvadratı çıx 1. 3 üstü 19-u çıxarsam çölə, qalacaq 1 minus 3-ün kvadratı. Vurulsun. Əsasda eynidirsə üstlər çıxa bilərəm. Deməli, bununla bu gedir. Burada 1 qalır. Burada 3 üstü 4 qalacaq. Yəni 3 üstü 15-ə bölürəm da hər tərəfi. 3-ün kvadratı 9-dan 1-in çıxanda 8 bölünsün 3 üstü 4 vurulsun 1-dən 9 çıxanda -8. Müəllim, bunlar burada ixtisar da gedə bilərdi. Gedə bilər, bəli. Amma orada mənfi qalması şərti var. Ona diqqət eləmək lazımdır son dərəcə. Bununla bu gedir, -1 qalır. Görürsən, bunlar da əslində bunu burada da ixtisar edə bilərsən. Amma burada sənin mənfini itirmə şansın daha çoxdur. Ona görə yaxşı olar ki, hesabla. Amma məsələn, onu görənlər üçün mənfini çıxardıqda ixtisar edə bilərsən. Yəni, sənə necə rahatdır. Bununla da bu gedir. Burada qalır 3. Deməli, nə qaldı? Nə qaldı? Yuxarıda 1 qaldı. Aşağıda da -1 vur 3 qaldı. -3. Yəni, -3-də 1 doğru cavabdır. Yəni, çox xırdalığına qədər izah elədim. İnşallah aydındır. 16-cı suala baxaq. Malın maya dəyəri A manatdır. Maya dəyər hər zaman 100%-dir. Satış qiyməti 7 kök altda A manatdır. 40% qazancla satılıbsa, deməli, satış qiymətinə 140 uyğundur. Bunlar tərəf-tərəfə vurum. Bu sıfırları ilə burada ata bilərəm. 14A bərabərdir 7 kök altda A vurulsun 10. Hər tərəfin 2-yə də bölə bilərəm. 7A bərabərdir 7 kök altda A vurulsun 5. Hər tərəfi 7-yə də bölə bilərəm. A bərabərdir kök altda A vur 5. Hər tərəfə kvadrata yüksəldək. A kvadratı bərabərdir 25A. A kvadratı çıxılsın 25A bərabərdir 0-a. Buradan deməli A-nı çıxarsam qalır A minus 25 bərabərdir 0-a. A bərabərdir 0. A çıxılsın 25. Hasil 0-a bərabərdirsə, ayrı-ayrıda 0-a bərabər edə bilərəm. A-nı aldım 25. A-nı tapın 25. Təbii ki, 0 ola bilməz. 17-ci suala baxaq. Qəşəng sualdır, həndəsə anlayışları.
D1 D2 paralelcə 70-də bu da 70-dir. Üçbucağın bir xarici bucağı qonşu olmayan iki daxilinin cəminə bərabərdir. 5 beta bərabərdir 50. Beta da bərabərdir 10-a. Betanı tapın deyir. B variantı. Sonra həlli yoxdur deyirsə x-lərin nisbəti 1 böl k bərabərdir k böl 1 fərqlidir 1 böl 1. Bunu çarpaz vursam k kvadratı bərabərdir 1. K bərabərdir müsbət 1. K bərabərdir mənfi 1. Amma sənin cavabın mənfi 1 olacaq. B variantı. Niyə müsbət 1 olmur? Çünki müsbət 1'i gətirir yerinə qoy. 1 böl 1. K-nın yerinə 1 qoyuram. 1 böl 1 fərqlidir 1 böl 1. Ödəmir axı bunun üçü də bir-birinə bərabərdir. Ona görə mənfi 1 bunun ödəyən həllidir. Sonra 19-cu sual. 18-i dedik. 19-a baxaq. İfadəni sadələşdirin. Bunun köklərini tapıb vuruqları ayıra bilərsən. Kökləri 3-dən 1'dir. X minus 3, X minus 1. Aşağıda 9'u 3'ün kvadratı yazsam. Bir dəfə fərqi, bir dəfə cəmi. Məsələn, biz bunu onlayn hazırlığımızda çox xırdalığına qədər hansı hardan gəldi, necə oldu, vuruqları ayırma falan hamısını qəşəng şəkildə izah eləmişik. Demişəm. Bunlar belə. Deməli, böləndə tərsinə vururam. Birinci qalır. Birincini saxlayaram. Birincini saxlayaq. İkincinin tərsinə çevirib vuracam. Tərsinə çevirəndə nə olur? X vurulsun. 1 minus x gəlir aşağı. X vurulsun. X plus 3 qalxır yuxarı. Aha, x'lər getdi. X plus 3'lər getdi. Mənfini yuxarıda çıxarım. 3 minus x qalacaq. Mənfini çıxarım. 1 minus x qalacaq. Belə yazaq. Aşağıda nə qalır? Bir də 3 minus x var. Bir də 1 minus x var. Bunlar da burada gedəcək. Bundan bu gedir. Bundan da bu gedir. Mənfi 1 vur. Mənfi 1. Bu da eləyəcək. Müsbət 1. Deməli 19-cu C variantı. 20'yə baxaq. P1'i tapın deyəndə x'in yerinə 1 yazacağım. P1 bərabərdir. Mənfi 2 vur 1'in kvadratı. Üstə gələk. 6 vur 1 çıx 4. Mənfi 2 üstə gələk. 6 çıx 4. Və bərabərdir 0 olur da A variantı. 21'ə baxaq. Bunun hər tərəfin gəlin kvadrata yüksəldim. Birincinin kvadratı çıxılsın 2 vurulsun. Birinci vurulsun ikinci 2 misli. İkincinin kvadratı 1 bölünsün 2x'in çöldən kvadratı bərabərdir 16. X kvadratı. Deməli bu x'lərlə bu gedir. Qalır çıxılsın 1 üstə gələk. 1 böl 4x'in kvadratı bərabərdir 16. X kvadratı üstə gələk 1 böl 4x kvadratını saxlayıram. Mənfi 1 atıram sağa. 16 plus 1. Bu da mənə verir 17'ni. A variantı. 22-ci suala baxaq. Kök altında 7 çıxılsın kök altında 3'ü saxlayaram. Və buradan kök altında 4'ü çıxararam çölə. Kök altında 4'ü çıxarsam qalacaq kök altında 7, üstə gələk kök altında 3. Üstlər bərabərdirsə toplaya bilərəm. 2 üstü 1 bölü 12. 6'da 1 bölü 2, yəni 12'də 2 yaza bilərəm da. Sonra 4'də 1'i 12'də 3 yaza bilərəm. Zaten ixtisar gedəcək qalacaq. 2'də 1'i də 12'də 6 yaza bilərəm. Bura diqqət edəsəniz, bu bizdə nədir? Bu bizdə müxtəsərdir. Deməli, kök altı 4'dən 2 çıxır. Bundan işim yoxdur. Birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Aşağıda 2 üstü 12'də 2, 1, 3, 6, 12'də 12. Deməli, 2 vurulsun. Kök 7'nin kvadratı 7, kök 3'ün kvadratı 3. Aşağıda da 2. Bunlar gedir. 7'dən 3'ü çıxanda da 4'ü qalır. Deməli, 22'də C variantı. 23'ə baxaq. Paraleldir. 240'sa buraya 120'dir. Çünki tam bucaqdır. Uyğun tərəfi paralel olan bucaqlar ya cəmi 180 ya da bir-birinə bərabərdir. Burada cəmi 180 da olmalıdır. Çünki biri 2'dir, biri 2. 120 isə bu da 120. İsə bura olacaq 60, cəmi 180 da olmalıdır. Bu tam bucaqdır axı. Onda alfada bizdə 300'dür. C variantı.
Məxrəcin irrasionallıqdan azad eləyin. Qoşmasına vururam. Bunun qoşması bunun plusudur. Deməli, kök altında 2 çıxılsın, 1 vurulsun. Bunun qoşması kök altı 2 plus 1'dir. 3 vurulsun, kök altında 2 üstə gələk 1. Bu da eləyəcək birincinin kvadratı çıx ikincinin kvadratı. Elə qalacaq 3 vurulsun, kök altında 2 plus 1. B variantı. Buna uyğun sizə bir sual verəcəm. Hər kəs bunu ya rəy bölməsində yazar, ya da mənə WhatsApp vasitəsilə həllini atarsız baxarım. Belə bir misal var. Deyirəm ki, bunun məxrəcin irrasionallıqdan azad eləyin. Bunu mənə yazıb atarsız. Belə bir misal var. Deyirəm ki, məxrəcin irrasionallıqdan azad eləyin. Bunu yazıb atarsız mənə həllini. Sonra daha doğrusu kök altı 2 burada 3 olacaq. 3 ilə olan baxarsınız. O belə. Kök altında 3 çıxılsın 1. Bunu məxrəcin irrasionallıqdan azad eləyərsiniz. 25-ci suala bax. Gəlin, əslində 25-ci sualı əzbər şəkildə deyə bilərəm sizə. Gəlin mahiyyəti ilə izah edeyim, sonra yazım. Baxın. Özündən bir dənə bərabərsizlər heyətə götürüb həll edirəm. Məsələn, x böyük bərabərdir 2, x kiçik bərabərdir 3. Gəlin bunu ədəd oxunda quraq, baxaq. Məsələn, bura 2-dir, alır. Bura 3-dür, bunu da alır. Deməli, bu olur 2-dən böyüklər, 3-dən kiçiklər. Bu heyətdir. Bu heyətdə mən birləşmə götürürəm. Mənfi sonsuzluqda başlayır, müsbət sonsuzluqda bitir. Həlli nə oldu? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Deməli, buradan nə alıram? Böyüyün sağı kiçiyin sağından nə olmalı? Kiçik olmalıdır. Böyüyün sağı kiçiyin sağından kiçik olmalıdır. Vəssalam. Budur. Əgər qayda yadından çıxarsa, belə özündən bir nümunə göstərib tapa bilərsən. Təbii ki, bu x böyük bərabərdir 2 və x kiçik bərabərdir 2 olarsa, yenə də ödəyir. Yəni, bir dənə həllim 2-dir. 2-ni almaq şərti ilə 2-dən böyüklər, 2-dən kiçiklər yenə həllim olacaq. Mənfi sonsuz, müsbət sonsuz. Ona görə bu bərabərlik halı da ola bilər. Hamısını yığın bir tərəfə. 2a-nın kvadratı çıxılsın 3a üstə gələk 16. Minus a-nın kvadratı çıxılsın 4a çıxılsın 6. Kiçik bərabər 0. A kvadratı çıxılsın 7a. A kvadratı çıxılsın 7a. Burada 16'dır. 16'dan da 6'nı çıxalır, 10'u qalır. Kiçik bərabər 0. Və bayaq da dedim. Kiçikdir olanda köklərin arasına sala bilərəm. Kökləri də 2 ilə 5'dir. Cəmin istəyir. 2 plus 3 plus 4 plus 5. Bunu da cəmi mənə verir. 5, 5, 14. Belə maraqlı bir sual idi. Bloka gələ biləcək bir sualdır. Uğurlar uşaqlar və sınavın ən böyük özəlliyi cavabların sonunda olmasıdır. Mənim adımın olduğu və mənim nömrəmin olduğu sınaqların hər birinin sonunda demək olar ki, cavab var. Sağ olun, inşallah növbəti izahlarda görüşərik. Özünüzü qoruyun.